Motivasiya yoxsa disiplin hansı daha önəmlidir? Bəziləri birini seçəcək, bəziləri deyəcək hər ikisi. Mən öz fikrimi demək istəyirəm. Motivasiya nədir? Bunu sadə dildə desək, insanı daxildən itələyən bir gücdür. Onu bir hərəkət etməyə sövq edən bir gücdür və metaforik dildə izah etsək, mən bunu bir ocağa bənzədirəm. Təsəvvür edin ki, bir ocaq qalamaq istəyirsiniz və bunun üçün sizə əvvəlcə onu alışdırmağınız lazımdır. Kiçik bir ocaq qalanır, getdikcə böyüyür, artır, çoxalır və istədiyiniz formaya çatır. Siz ondan istifadə edirsiniz. Motivasiya da belədir. Əvvəlcə yəni ki, o kiçik bir itələmə, kiçik bir güc sizi oyadır və bu getdikcə çoxalmağa başlayır və siz hərəkətə keçirsiniz, nəsə edirsiniz və bir müddətdən sonra bunu yenə ocaq kimi təsəvvür etsək, bu ocaq getdikcə sönməyə başlayır, azalmağa başlayır və biz lazımdır ki, bu ocağa yenə də odun parçaları qoyaq, yenə də bunu sönməsinə yəni qoymayaq, həmin o istədiyimiz formaya çatdıraq və hər dəfə bu ocaq azaldıqca, sönməyə başladıqca biz bunu yəni ki, belə deyək, odun atırıq ki, bu yəni sönməsin. Motivasiya da yenə də belə, biz hər dəfə nəyisə edirik, bizə təkan verir, bizə itələmə olur, biz o işi edirik, bir müddət sonra azaldıqca biz nə edirik, özümüzə çəkilirik, hərəkətimiz azalır və yenə də biz o gücü tapmalıyıq ki, yenə də bizi önə itələsin, bizi hərəkətə gətirsin. Disiplin necədir? Disiplin isə bizim motivasiya olunmağımızdan asılı olmayaraq gündəlik etdiyimiz davranışdır. Yəni etməyimiz lazım olan davranışdır. Burada biz motivasiya kimi o gücü gözləmirik ki, o gəlsin, mən nəyisə edim. Sadəcə şuurlu şəkildə bu iş üçün mən bu addımları atmalıyam, mən bunu etməliyəm və belə düşünsək hansı daha dayanıqlıdır. Təbii ki, biz o daxili gücü gözləsək, ola bilər ki, günlərlə, aylarla, hətta illərlə o bizə gəlməyə bilər və yaxud da çox qısa müddətə bizi kimsə, nəsə ruhlandıra bilər. Bir müddət sonra biz yenə də soyuruq və özümüzə çəkilirik, hərəkətsiz qalırıq. Amma disiplinli hərəkət etdiyimizdə artıq biz düşünmürük ki, mənə o güc gəlib, məndə o güc var, yoxsa yoxdur. Yəni artıq bunu o qədər şuurlu şəkildə edirik ki, bu bizdə vərdiş yaradır və vərdiş də necə olur? Gündəlik, yəni avtomatik formada, yəni etdiyimiz hərəkətlərə səbəb olur. Onun üçün də indi yenə də seçim insan özündədir. Kimlər istəyirsə motivasiya ilə işlərini görə bilir. Ola bilər ki, nələrsə və yaxud da hansısa kimsə sırf onun hərəkət etməsinə bir daxili gücü oyadır daima. Amma bəziləri də heç bir güc gözləmədən disiplinli şəkildə hər gün nəyisə etməyə davam edir və istədiyi nəticəni də əldə edə bilir.